Hər birinizə salam. Bu gün 28 iyunda keçirilmiş OTK-nın sınavının izahına baxırıq. Vaxt itirmədən başlayaq birinci sualdan. Deyir, elektron cədvəldə SAM D2, D4 diapazonu, SAM D1, D5 düsturları uyğun olaraq qiymətləri 30, yəni bunun qiyməti bir dəqiqə. Deməli, bunun qiyməti 30, bunun qiyməti isə 80-dir. Əla. D5 xanasındakı qiyməti D1 xanasındakı qiymətin 25% olarsa, D1 xanasındakı qiyməti müəyyən edin. Baxın, D2, D4 diapazonda hansı xanalar var? D2, D3, D3 və D4 xanaları var. D1, D5 diapazonunda isə D1 var, D2 var, D3 var və D4, D5 var. 4 və D5 var. İndi baxın, bunların cəmin 30 verib, hə? Bunların cəmin 30 verib. Bunların cəmin isə verib 80. İndi bizə deyir ki, D1 xanasındakı D5 xanasındakı qiymət D1 xanasındakı qiymətin 25% olarsa, 25% olarsa. Yəni demək istədiyi budur ki, indi bizdə yuxarıdakı diapazonda 30, yəni buradakıların cəmin zaten mən bilirəm ki 30-dur. Qalır onda bir dənə D1 ilə D5-in cəmi, D5-in cəmi. Bu da 80-dən 30 çıxacam 50-dir. Əlavə olaraq da deyib ki, D5 xanasındakı qiymət D1 xanasındakı qiymətin 25%-dir. Yəni D5-in yerinə 4/1 D1 yaza bilərəm. Yəni D1 plus 25%-dir da, düzdür? Bunu yazacağam D1 bölünsün 4. Bərabərdir 50-dir. İndi hər tərəfi 4-ə vursam 5D1 bərabər olacaq 200-ə. D1 də bərabər olacaq 200 bölünsün deyə 40-a. Bizdən də D1 xanasının qiymətini soruşur. Cavabım olacaq 40, yəni C variantı. Keçdim digər suala. Deyir, Python-da yazılmış proqramın icrası zamanı klaviaturadan 12 daxil edilərsə. Bunun qalınlığını biraz artırım. Aha. 12 daxil edilsə, 12 oldu bunun qiyməti. Nə iş görür? Bir dənə fikir verək. Baxın, i kiçikdir n-dən, yəni i kiçikdir 12-dən olduğu müddətcə i bir vahid artacaq. 1, 2, 3, 4.12-yə kimi gedəcək, qiymətlər alacaq. Və i-nin 3-ə bölünən qiymətləri üçün, daha doğrusu 3-ə bölünməsən alınan qalıq 1 olan qiymətləri üçün. Bunlar hansılardır? Bunlar elə 1-dir, 4-dür, 7-dir, 10-dur, bulardır. Bu ədədlər üçün m-in üstünə 2 gələcək. Bunlar da 4 dənədir. 4 dənə ədəd üçün m-in üstünə 2 gələcək, yəni m-in üstünə 8 gələcək. Sonra əlavə olaraq 2-yə bölünən, yəni cüt qiymətlər üçün m-in üstünə həmən cüt qiymətlər gələcək. Tək qiymətlər üçün də həmən m-in üstünə yenə tək qiymətlər gələcək. Onda bunun mənası yoxdur da. Burada elə yazsaydı ki, m-ə mənimsədi m plusu yenə eyni şey olacaq. Çünki cüt tək belə gedir də onsuz. Deməli bu 1-dən 12-yə kimi qiymətlər də m-in üstünə gələcək. 1-dən 12-yə kimi ədədlərin cəmi 1 plus 12 böl 2 vurulsun 12-dir. Bu da eləyəcək neçə? 6 vurulsun 13, yəni 78, düzdür? 78-in üstünə 8 gələndə olacaq 86, cavab olacaq D variantı. Düz. Keçdik növbəti suala. Baxaq. Deyir, Python-da yazılmış proqramın nəticəsini müəyyən edin. Eləyək. Yəni yaxınlaşdırım funksiyadır. Baxın, funksiya görəndə bunu buradan ayırıram ki, qarışdırmayaq. Bunu da buradan ayırıram ki, qarışmasın. İndi baxın, ilk dəfə mən tapmalı olduğum, məsələn, bunu tapım bir dənə. Yəni bunu tapmazdan əvvəl x neçədir? 4. Gəldim bunun yerinə 4 yazdım. Burada x neçədir? 4, y neçədir? 3. A 3, 4-ü tapım. A funksiyasının içinə 3 ilə 4-ü yollayanda nə baş verir? X olur 3, y olur 4, düzdür? Gəlir x-ə mənimsədir y, yəni x artıq oldu 4. X artıq oldu 4. Sonra y-ə mənimsədir y plus, yəni 4 plus 3, y oldu 7. Gəlir 7 ilə 4-ün cəmin geri qaytarır, o da 11-dir. Yəni bunun nəticəsi, yəni bu hissə bizə verəcək 11-i. Əla, bu hissə bizə 11-i verəcək. 11 ilə 4-ü yollayacaq bu səfər f funksiyasının içinə. F funksiyasının içinə 11 ilə 4-ü yollayanda x oldu 11, y oldu 4. 11 ilə 4-də görək nə baş verir? X-i bir vahid artırır, x olur 12. X olur 12. Y-in üstünə gəlir x 12 plus y, 12 plus y 16. Sonra x minus y nə idi? X minus y olacaq mənfi 4. Mənfi 4-ü geriyə qaytaracaq. 3. Bu da oldu nə? İndi buradakı f funksiyasına, bütöv f-in
qiyməti oldu -4. İndi bu f4-1-i tapım. F funksiyasını sən 4 ilə 1-i yollayır da, düzdür? Bu olur 4, bu olur 1. 4-ün üstünə 1 gəldi, oldu 5. 5-in üstünə gəldi 1, aldı 6. 5-dən 6 çıxdı, elədi -1. -1 qaytardı bu üçün. Burada da çıxılsındır. -4-dən -1-i çıxanda eləyəcək -3. Davam olacaqlar D variantı. 3. Davam edək. Verilənlər bazası cədvəlinə əsasən sorğusuna uyğun yekunlaşdırıcı cədvəldəki yazıların sayını hesablayın. Yekunlaşdırıcı cədvəl. Yəni baxaq. Deməli, baxın, birinci bu mötərizənin için həll edeyim, gəlin. Ya da istəsəm bunu da həll edə bilərəm. Çünki əndindən kəsir deyə, yəni bu tərəfdə olmayanları indidən çıxaram. AD hissəsində, ad hissəsində yəqin, AD-nin ad hissəsində i hərfi olanlar. I hərfi olmayanları indidən çoxluqdan çıxardıram. Qalanı hamısında i var. Bir dənə 3 xaric oldu çoxluqdan. Bu kəsişdirir. Riyaziyyatı 55-dən böyük, informatikası da 55-dən böyük. Riyaziyyat və informatikası 55-dən böyük olmayanlar çıxıram. Bunun informatikası 55-dən böyük deyil. Bunun riyaziyyatı, informatikası 55-dən böyük deyil. Bunda riyaziyyatı 55-dən böyük deyil. Ümumi burada 2 dənə yazı qaldı. 2 dənə. Cavab olacaq C variantı. Belə. Davam edirəm. Burada bu. Mətn faylında Unicode kodlaşdırma sistemində 1600 səhifəlik mətn yazılmışdır. Deməli, 1600 dənə səhifədir. Hər səhifədə neçə simvol olduğunu bilmirəm. X dənə simvol. Və Unicode-da kodlaşdırırsa bilirəm ki, həcmi 2 baytdır. Plus, mətnin hər səhifəsində eyni sayda simvol mövcuddur. Bu faylın ötürmə sürəti, gəl bir dənə buradakı plusu silim etsin. Həcmin budur. Bu ötürmə sürəti 25 vurulsun 217 bit bölünsün saniyə ilə ötürəndə, saniyə ilə. Buradakı 2 baytı da silirəm, Unicode deyə yazıram 204 bit, yəni 16 bit. İndi baxın, 8 saniyə ötürülüb, olub 8 saniyə. Saniyələr ixtisar gedir, bitlər ixtisar gedir. 16.000-i yazacağım, 1600-ü daha doğrusu yazacağım, 204 vurulsun 100 kimi. 208-dən bunu aparanda burada qaldı 209. X-i tapası olsam x bərabərdir. 8 vurulsan 209 vurulsun 25 bölünsün, burada bir dənə qaldı 100, düzdür, bölünsün 100-ə. 25 ilə 100 ixtisar 25-ə aparsam 4-dür. 8 ilə 4-ə aparsam 2, 209-u 2-yə vuranda olacaq 210, yəni 1024. Yəni 1024 dənə simvol var imiş, cavabım olacaq Y variantı. Davam etdim. Doğru ifadəni müəyyən edin. Lazerli printerin sürəti saniyədə çap olunan səhifələrin sayı deyil, dəqiqədə, bir dəqiqə ərzində çap etdiyi səhifələrin sayıdır. Operativ yaddaş informasiyanı daimi olaraq yadda saxlamaq üçündür, xeyr. Touchpad çıxış qurğusudur, xeyr, giriş qurğusudur. Digitalizerin qrafik informasiya daxil etmək üçün olan qurğudur. Digitizer qrafik informasiya daxil etmək üçün olan qurğudur, xeyr. Yaxşı, doğru ifadə. Plotter giriş qurğusudur, xeyr. Mən burada hansın? Bizə dəqiqə. Demək, plotter giriş qurğusu, xeyr. Plotter printerlərin növləridir. Çıxartdım. Digitizer yazıb da yəqin. Digitizer qrafik informasiya daxil eləmək üçün deyil də. Bu çıxıram. Touchpad çıxış qurğusudur. Bu da səhvdir. RAM informasiya daimi olaraq saxlamaq üçün xeyr. Lazerli printerin sürəti saniyədə çap olunan səhifələrin sayı. Lazerli. Yox, bircə dəqiqə. Burada belə anladım. Böyük ehtimaldır ki, cavabımız D variantı olacaq. Amma bu ifadə tam doğru ifadə sayılmır. Çünki digitizer yalnız qrafik informasiya daxil etmək üçün istifadə edilir. Məsələn, indi bu digitizerin növlərindən asılı olaraq dəyişən bir şeydir. Çünki belə deyim,
Yəni məsələn mənim əlimdə hal-hazırda digitizer var. Bunun vasitəsilə bura hərf belə simvol belə əlavə eləyə bilirəm. Ən uyğun variant bu olacaq deyə digərlərini çıxdım. Baxaq 67-də. Diqrafın A təpəsindən L təpəsinə, F təpəsindən keçmək şərti ilə. Hə. Bunun üstündə bir ara işləyə biləcək biraz. F təpəsindən keçmək şərti ilə deyirsə, F təpəsindən keçmədən gedən yolları mən qaralayacağam. Məsələn, L-dən gəlib F-ə getmək olar. Amma Y-dən daha doğrusu, Y-dən birbaşa digər istiqamətlərə getmək olmaz. Sonra Y-dən H-a getmək olmaz. İndi başlayıram 1. Bura 1, bura 1, bura 1. S-dən çıxanları 1, 1. B-dən çıxanlar bura 1, bura 1. C-dən bura gəldi 1, bura gəldi 1. Y-dən bura gəldi 1. Bu hansı təpədir? Oxuya bilmirəm, amma nəsə təpədə. Bura 4 gəldi, buradan bura 4 gəldi. 4 ilə 1, bura 5 gəldi. Əla. 5, 4, 9, 10. Bura 10 gəldi. F-dən bura 10 gəldi. Bura 10 gəldi. 10 getdi bura, 10 getdi bura, 10 getdi bura. Bura gəldi 10, bura gəldi 10. 30. Cavabım olacaq D variantı. Cavabım olacaq D variantı. Burada niyə 4 yazıb? Nəsə, keçdim. HTML koduna görə doğru ifadələri müəyyən edin. Deyirlər, səhifədə əks olunan bütün mətn qırmızı rəngdədir. Bunun üçün gərək body tagına textə red verib. Bu düzdür. Bu düzdür. Sonra səhifədə qalın şriftlə 2 yazı əks olunacaq. Qalın şriftlə. Baxım görüm. Biri budur TH-ın içindəki, biri də budur TD-nin içindəki qalın şriftlədir. İkisi başqa qalın şriftlə varmı? Yox. Düzdür. 2 yazı. Səhifədəki cədvəldə 3 sətr, 1 sütun var. Səhifədəki cədvəldə 1 sətr var, bir dənə TR açılıb. 3 sətr deyil. Səhifədə nömrələnmiş siyahı əks olunacaq. Nömrələnmişdirmi? Bəli. Səhifədəki cədvəldə 3 yazı mərkəzdə əks olunacaq. Demək, 3 yazı mərkəzdə əks olunacaq demək istəyəndə görə bu nə deyib? 3 yazı deyil də, bax. Bu əks olunacaq, align center verdiyinə görə 3 yazı yoxdur amma. Bu əslində bu da mərkəzdə olacaq. TH tagin belə deyim, mənası budur ki, həm qalın, həm də mərkəzlənmiş formada olur. Cədvəlin daxilində mərkəzdə yerləşir. Amma yenə də 3 dənə yazı, burada da var. Burada da var, bu da mərkəzlənmiş formada olacaq. Əslində biz 5-i də götürə bilirik. Cavabımız 1, 2, 4. İndi burada yəqin ki, bunlar bu TH-ı nəzərə almayıb, amma indi burada belə bir şey var ki, baxın, TH tagin içində, table tagin çəkəndə, table yaradanda, TH və TD taglərindən istifadə edilir. TH tagin TD tagindən fərqləndirən 2 dənə cəhət var. TH tagi qalın və mərkəzlənmiş formada olur. Yəni cədvəlin bu sətr nə boyda olsa belə, TH tagin məzmunu bunun ortasında olacaq. Ümumi səhifəyə nəzərən center deyil, amma cədvələ nəzərən centerdə yerləşmiş olur. Ona görə əslində 3 dənə yazı center olmuş olur. Yəqin ki, indi bunlar 3 yazını götürməyib. Səhifədə əks olunan fariz yazısı nömrələnib. Fariz harada yazılmışdı? Fariz, bircə dəqiqə. Canan, Fuad, Əli, Fariz, nömrələnib, bəli, nömrələnib. Bu da doğru fikirdir. Bircə dəqiqə, bizdə qaldı nə? Burada başqa nəyəsə, burada bir dənə diqqətli olaq. Biri götürməyəcəm, çünki gəlib burada kolorun dəyişib, buradakı fariz green, yəni qırmızı rəngdədir. Daha doğrusu green deyirəm, yaşıl rəngdədir, qırmızı rəngdə deyil. Yəni bunu ona görə götürməyəcəm. Burada hamısını qırmızı eləmişdi, altında gəldi təzədən onu yaşıl elədi. Artıq bu daha üstəlikdir. Ona görə cavab olacaq 2, 4, 6, bəli, Y variantı. HTML-də şriftin konturunu dəyişmək üçün hansı atributu müəyyən edin? Bu olacaq bizim üçün face atributu. Çünki bunu variant çıxdaş eləyərək də eləyə bilərik ki, məsələn bu fontu, yəni rəngini dəyişmək üçün, bu linklərin rəngini dəyişmək üçün align, bunun yerini müəyyən eləmək üçündür. Qalacaq bir dənə face atributu. Baxaq növbəti suala. Məntəqələr arasında yolların sxemi qraf şəklində. Bu qraf üçün
çəki matrisinin təpələri isə birdən nömrələnir. Qraf və aha. Qrafın A təpəsindən F təpəsinə ən qısa yolun uzunluğu. Birinci A ilə F təpələrini müəyyən eləməliyəm ki, hansı təpə hansıdır. Baxıram nəyə? Baxıram ki, yeganə 4 tilli təpə Y təpəsi deyil, S də var. Bir dənə diqqətli olaq. Yeganə nə? Yeganə nə? Aha, baxın, D təpəsini gəlin müəyyən edeyim. D təpəsi yeganə 2 tillidir ki, o 4 tillilərin hamısı ilə qonşudur. 4 tillilər hansıdır? Biri 6-dır, biri 7-dir. 6 və 7 ilə qonşu olan 2 tillimiz 4-dür. 4 olacaq C. Bura oldu C. D, daha doğrusu C nə idi? D. Ortanı tapdım. İndi baxın, davam eləyirəm. Davam eləyirəm. Digər 2 tillimiz. İndi baxın, bir şey deyim. Belə baxanda simmetrikdir, onda mən tapa bilmərəm də. Yəni A ilə F-i bir-birindən necə fərqləndirəcəm? F-in də qonşusu 3 tillidir, digər qonşusu C-dir, A-nın da. Bir dənə tapa bildiyim buradan D-dir. Yaxşı, bəs tapa bilmirəmsə, onda A və F məntəqələri arasındakı yolun uzunluğunu necə tapacam? Tapa biləcəm. Niyə? Çünki 2 ehtimal var da. Yerdə 2 tillilər hansılar qalıb? Biri qalıb 1, biri də qalıb 3. Ya 1A-dır 3 F-dir, ya da 3A-dır 1 F-dir. Amma bizə üçün heç bir fərqi yoxdur. Çünki mən bunun arasındakı yola baxacam deyə. Bura 3, bura 1 yazsam, bu yəni məsələn 3-dən indi B-yə gedəni tutaq ki da 7-dirsə bura 7 yazacağam. Əgər bura 2 yazsaydım, 7-ni bura yazacaqdım. Keçəndə onsuz yolla həmin yoldan keçirəm deyə bizə cəminə baxacam deyə. Burada 7-nin burada və yaxud burada olmasının bizə üçün heç bir önəmi yoxdur. Ona görə fərqi yoxdur. A-nı 3 götürüm, A-nı 3 götürüm. Gəlim F-i götürüm 1. F-i götürüm 1. Ona uyğun gəlim digərlərini də tapa bilərəm də artıq ki, A ilə qonşu olan 4 tilli, yəni 3 ilə qonşu, A ilə qonşu olan 4 tilli mənim C-dir, bura olacaq C. Onda 6 C-dirsə G olacaq 7. Qaldı nə? Qaldı nə? B ilə, yox G yox, Y. Estağfurullah. 7 Y. 7-yə Y yazım. Qaldı məndə C ilə B, 3 tilli və A ilə qonşu olan B, 2 olacaq B, C də olacaq 5. C də olacaq 5. İndi sürətli formada gəlib nə etməliyəm? Mən burada bir də ağac çəkməklə vaxt itirməyəcəm. Bunun üstündə yazıb mən tapa bilərəm. Necə tapacam? Heç nə. Gəlirəm A-B arasında A-dan B-yə 7-dir. B sonra nə bilim A-dan sonra hara var? C-yə 4-dür. Sonra gedirəm B-dən. B-dən A-ya var yazmışam. B-dən C-yə B-dən C-yə 6-dır. Bura 12-dir. Gedirəm C-dən davam edirəm. C-dən B-yə yazmışam. C-dən A-ya 4-dür. C-dən D-yə 6-dır. C-dən C-yə 15-dir. Sonra keçəm Y-dən davam edirəm. Y-dən A-ya yazmışam. Y-dən B-yə Y-dən B-yə Y-dən B-yə 12-də o da yazmışam. Y-dən A-ya yazmamışam. Y-dən A-ya F imiş bu. Ay, mən istiqamətdən ümid edirəm ki, diqqətli oldum, qarışdırmadım. C-dən G-yə 15 yazmışam. Yəqin ki, heç nə qarışdırmarıq. Y-dən F-ə yazıram 8. Y-dən G-yə yazıram 14. F-dən bir dənə G qaldı. F-dən də C-yə yazıram 10. Bir dənə bu hissəyə təzədən yoxlamaq istəyirəm C-ni. C-dən B-yə yazmışam 6, C-dən A-ya yazmışam 4, C-dən D-yə yazmışam 6, D-dən Y-yə yazmamışam. Baxın, D-dən Y-yə neçədir D-dən Y-yə 7-dir. Aha, indi bizdən A və F məntəqələri arasındakı ən qısa yolu soruşurdu. Buradan baxıram ki, hardan keçsəm bura gəlib daha qısa çataram. Baxaq. Bu 3 bizim çaşdırmasın deyə bu 3-ü buradan silim. Bayaq yazdığım 3 idi. İndi A-dan belə gəlib, belə getsəm. Bu hissə ümumi D-dən keçəcəmsə, bu hissə 13 deməkdir də düzü. Aha. 17 olar. Oradan belə 8 gəlsəm. Deməli, 17, bu da 8. 25. 25 var hələlik. 25-dən daha kiçiyinə görə bilərəm. Bu aşağı da 25-dən böyük olacaq. Yuxarıdan getsəm 12, 7, 19, bu da 8, 27 daha böyük olacaq. 8 ilə gəlməyə daha çox sərf elədi. Elə 25 olacaq mənim doğru cavabım. Ən kiçik qısa yol. Davam edirəm, keçirəm növbəti sualımıza. Python-da yazılan proqramın nəticəsini müəyyən edin. Deməli, birinci indeks 0, 1, 2, 3, 4.
Deyir birinci indeksdəki, yəni 4 böyüdürmü üçüncü indeksdəkindən, yəni 2-dən? Bəli. Else-ni atdım. Burada deyir, üçüncü indeksdəki S3. Üçüncü indeksdə 2 var. 2-ni vuranda 2-dən 2 olur. 2-dən 2 böyük bərabərdirmi? S-in birinci indeksindəkindən 4-dən. Baxın, simvoldur deyil. İlk simvollar müqayisə olunur və 4 daha böyük olduğuna görə burada girmədi. Girmədi. Else-sinə düşür. Else-sində if imtahan find hash. Böyük hash yoxdur, -1-dir. -1 sıfırdan bəli, kiçikdir. Ona görə S-ə mənimsədəcək. S-in 0-cı indeksinə mənimsədəcək string 12-ni. Yəni S-in qiyməti olacaq biz üçün 5, 1, 2. İndi düşünürəm bu if-ə baxıram, bu if-ə baxıram. Nədir? Int S0, yəni 5. 5. Böyüdürmü S0 üstü, yəni 5 üstü S1-dən? S1-dəki 1-dir. 5 üstü 1-dən böyüdür 5. Xeyr, böyük deyil. Ona görə bura düşməyəcək. Düşəcəm indi bura. S-in 0-cı indeksindəki hərf simvoldur. Xeyr. Else-yə düşdüm. Onda S-in 0-cı indeksindəki rəqəm simvoldumu? Bəli. S-i vuracaq 2-yə. S-dəki bizdə string tipindədir. 2-yə vuranda 5, 1, 2, 5, 1, 2 formasında olacaq. 5, 1, 2, 5, 1, 2 cavab olacaq D variantı. Keçdim növbəti suala. Boş mətn sənədi birinci səhifəsində count sözü daxil edilir və bu söz seçiləri kontrol klavişlər kombinasiyası icra olunur. Yəni birinci səhifə count sözü country estağfurullah. Aha. Daha sonra sənəddə ardıcıl olaraq 5 dəfə yeni boşluq səhifəyə daxil edilir. İkinci nə soruşacaq bu bizdən? 5 yeni boş səhifə daxil edilir və ikinci səhifədə Ctrl V. Mənə maraqlıdır ki, bu nəyə lazım idi? 5 yeni boş səhifə əlavə edilir. İkinci səhifədə Ctrl V klavişlər kombinasiyası 2 dəfə icra olunur. Birinci səhifədə bir dənə country var. İkinci səhifədə country 2 dənədir. Burada bir dənədir, burada 2 dənədir. Burada 3, 4, 5-ci səhifələrimdə var. Sonra növbəti hər səhifədə isə Ctrl V klavişlər kombinasiyasıdır. Burada da country bir dənə, burada da country bir dənə, burada da country bir dənə. Bir dənə. İndi nədir? 2 dəfə əvvəlki səhifəsindəkindən 2 dəfə çox. Yox, cümlə tam oxumadım. Deyir, növbəti hər səhifədə Ctrl V klavişlər kombinasiyası əvvəlki səhifədəkindən 2 dəfə çox. İndi baxın. Hamısına country yazır. Fikir verək nəyə? İkinci səhifədə klavişlər kombinasiyasını 2 dəfə basır. Bura 2 dəfə basır. Və deyir ki, hər növbəti səhifədə əvvəlki səhifədən 2 dəfə çox. Burada 4 dənə olacaq. Burada onda 8 dənə, burada da 16 dəfə basmış olacaq. İndi bizə deyir ki, neçə dənə olar? Heç nə. 20, 28, 30, 31 dənə country sözü olar. Ölçüsü A vur B pikseldən ibarət olan düzbucaqlı formalı raster təsvirin enindəki piksellərin sayı onun uzunluğundakı piksellərin sayının 1/4-nə təşkil edir. Baxın, tutaq ki, belə bir təsvirdir. Deyir, onun enindəki uzunluğundakı 1/4-dir. Yəni, bura tutaq ki, eni x-sa uzunluğu onda 4x olmalıdır ki, 1/4 ola bilsin. Əla. İndi nədir? Sonra nədir? 4/1-in təşkil. High color rəng sistemində kodlaşdırılmış bu qrafikasiya informasiya həcmi, yəni 4x kvadratı vurulsun. High color biz bildik ki 16 bitdir, orada da özü yazıb. 16 bit bizim üçün 2 byte deməkdir. Bərabər olub 32 KB-ya. 32 KB-da 32 210 kimi yazıram. 215 byte-dır da bu tərəf. 215 byte. Byte-lar ixtisar gedir. X kvadratı 215-i 203-ə böləndə 212 olacaq. 212 də bizim üçün bildik ki, deməli 4096. 4096-da deməli 212 64-ün kvadratıdır da, yəni 206 üstü 2 kimi yazsam olacaq x bərabərdir 64-ə. İndi nəyi soruşur bizə? Bu təsvirin uzunluğundakı piksellərin sayı, uzunluğundakı piksellərin sayı isə bizim üçün 64 vur 4 dənə piksel, yəni 256 dənə piksel olacaq, bu doğrudur. Keçdim bura. Müəyyən söz Sezar üsulu ilə
Sezar üsulu ilə özündən K mövqeyə sağda yerləşən hərflər şifrələnir. Sonra alınmış şifrə yenidən K bölü 2 mövqeyə sağda yerləşən hərflər şifrələnərək bu söz alındı. Baxın. W-dan Y-ə gəlib. W-dan Y-ə gəlibsə 1, 2 addım sürüşdürüb. Yəni K bölü 2 2 imiş. Deməli K onda 4 imiş də. İlkin K. İlkin K 4 imişsə 4 addım gəlib V-ya. 1, 2, 3, 4. S ilə başlayırmış ki, gəlib V-ya. Onda cavab olacaq Y variantı. Bəli. Keçdim bura. Blockchain fraqmentinə əsasən A-nın hansı natural qiymətində 0 çap olunar. B 0 olar. Baxın, bunun 0 olması üçün mən buradan yazacağım, yaxşı görsənsin. Baxın, bu nömrələsi olsam, bu B buradakı B-dir, düzdür? Yəni bu B 0 olan B-dir. Bunu yığışdırdım. B-ni yerinə gətirəm, A plus 7 qoyuram. A plus 7 minus 2A plus 42 bərabərdir 0-a. Onda deyək 49 minus A bərabərdir 0-a. A da bərabərdir 49-a. Düzdür? Bu A hansı adı? Buradakı A-dır. A 49-dursa bu bir ki A, yəni girişə verilən A mənfi müsbət 7 ola bilər. Hansı natural qiymətdir? A-nın 7 qiymətidir. Yəqin ki, burada C variantındadır 7. Mən onu görə bilmirəm. Ehtimaldır ki, belə. İnternet xidməti deyil. Burada zaten baxan kimi HTML gözümüzə çarpır ki, işarələmə dilidir. Yəni biz üçün proqramlaşma aləti gedir. Yəni cavabım olacaq D variantı. Baxdım 77. LNRT hərflərindən düzəlmiş bütün 5 hərfli sözlər əlifba sırası ilə düzülmüşdür. Nədir? Bu siyahının sıra nömrəsi 260 olan sözünü müəyyən edin. İndi baxın nəyə? Burada neçə simvol var? 4 dənə. Mən onda buna dörtlük say sistemi kimi yanaşa bilərəm də, düzdürmü? Dörtlük say sistemi kimi yanaşsam, fikir verin. Baxın, bunu dörtlük say sisteminə onluğa çevirsəm, baxın, buna elə 0 deyəcəm, mən də 1 deyəcəm, 2 deyəcəm, 3 deyəcəm. 0, 0, 0 dörtlük say sisteminə onluğa keçəndə 0 deməkdir və sıra nömrəsi özündən 1 vahid böyüdür. İndi 260 olanın kodu nə olar? Birinci 260-ı mən gərək dörtlük say sisteminə çevirim. 260 onluq say sistemindən dörtlük say sistemi keçəndə baxacam ki, 2-nin ən böyük qüvvəti içində, 4-ün ən böyük qüvvəti içində 2 üstü 8 varsa, 4 üstü deməli 4 olacaq. Əla. Deməli 1 olacaq, 0, 0 yoxdur, 1, 0. Olacaq dörtlük say sistemində belə. İndi uyğun olaraq simvolları qoyası olsam N, L, L, N, L, L, N, bir dənə də L. N, L, L, N, L. N, L, L, N, L cavabım olacaq. Yox, tələsməyə nəyin soruşur? Biz bir dənə diqqətli olaq, Mən bunu çevirəndə bunun direkt gəlib kodunu almıram axı. Bu sıra nömrəsi hamısının, baxın, tutaq ki, onluq dəyəri 0-dırsa, sıra nömrəsi bir vahid böyük. Onluq dəyəri 2-dir, sıra nömrəsi bir vahid böyükdür. Mən də bunun onluq dəyərindən 1 çıxmalıydım da özünü tapmaq üçün. Bunu belə tapdım, 1 çıxmadım, 1 çıxmaq yaddan çıxdı, gəl burada çıxar da 1-i. Necə? Gəl burada, hətta burada çıxın, burada daha rahat görsənəcək. 1 çıxanda nə baş verəcək? Artıq dörtlük say sistemi buna 4 verəcək, 4-dən 1 çıxılacaq 3, olacaq 1, 0, 0, 0, 3. Bu da ki, N, L, 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 3'dür. 3 nə idi? Bizdə T'dir. Bu formada olmuş olacaq. Yəni, A variantı olacaq bizim doğru cavabımız. Davam edək. Python-da yazılmış proqram nəyi çap edir? Nəyi çap edir deyə gələ baxaq funksiyaya nə iş gördüyünü. Funksiya A, B, X dəyərlərini alır. Yəni, ədədin A, B, X nə idi? 2 rəqəmli ədədlər deyə rəqəmlərin və ədədin belə deyim. Özün. Ədədin özün. Burada da yoxlayır ki, AB rəqəmləri cəmi ədədə çatana kimi K-nı bir vahid artırır. Bu deməkdir ki, K kiçikdir X minus A plus B olduğu müddətcə işləyir.
X-dan A plus B-nin çıxmağı nədir? Ədəddən öz rəqəmlər cəmini çıxıram. Öz rəqəmlər cəmini çıxıram. Yerdə qalan da. Biz isə onda bu ədəddən tapdığı şey nədir? Ədəddən öz rəqəmlərini çıxanda yerdə nə qalır? Bunu tapır da. Yəni K gəlib buna bərabər olanda dayanmayacaq dövr. K buna bərabər olanda tapdığım şey budur. Bunu da geriyə qaytaracaq. Siyahının hər bir elementi üçün elementdən rəqəmlər cəmini çıxır, alınan ədədi cəmləyir. Bəli, cavab elə A variantıdır. Siyahının hər bir elementi bütün rəqəmlər cəmini çıxmaqla alınan ədədin. Digərdən bütün rəqəmlər cəmi yox. Siyahının hər bir elementindən onun rəqəmlər cəmini çıxmaqla alınan ədədlərin bizdə deyil. Siyahının hər bir elementindən onun rəqəmləri cəmini. Hə, bizdə deyil. Biz deyəsən A variantına diqqət eləmədik. Baxın, həmən cari şeyin rəqəmləri cəmi çıxır. Siyahının hər bir elementindən bütün elementlərin rəqəmləri cəmi çıxmır. Hər bir elementdən öz elementləri, yəni onun rəqəmləri cəmi. Məsələn, 21-dən 21-in rəqəmləri cəmi çıxır. Rəqəmləri cəmin də çıxmır. Hardan bu çıxır, şeyinə hardan gəldi çıxdı? Hə, rəqəmləri cəmin çıxır və rəqəmləri cəmin çıxdığını cəmləyir. Cəmləyir var burada? Bəli, var imiş. Heç nə bildim, yoxdur. Buradan da hər bir elementin üzərində onun rəqəmləri cəmini edir. Hər bir elementin ən böyük rəqəm. Yox, elə C variantı oldu bizim cavabımız. Keçdim. Verilən bazar cədvəllərinin fraqmentlərinə əsasən ən azı 2 övladı olan gənc ananı müəyyən edin. Ən gənc ananı, hə. Ən az 2 övladı olan ən gənc ana. Deməli, gəlin baxaq. Ümumiyyətlə, baxaq, analar hansılar ola bilər? Qadın cinsi, qadın. Ən gənc hələlik 2002-dir, düzdür? Başlayıram 2002-dən. Əliyeva İK. Əliyeva İK-nın 3. 3-ün övladı neçə dənədir? 2 dənə. Bizdən də nəyi soruşursunuz? Ən azı 2 övladı olan ən gənc ana. Bu Əliyeva İK, yəni 3 aidili, hə, valideyn aidili sağ tərəfdir, o tərəf demişim. Valideyn aidili sol demişim. 3 aidili adamın övladı yoxdur. Bu heç kimin valideyni deyil. Bunu çıxdım. Sonrakı gəncimiz 2 aidilidir. 2 aidilinin övladı yoxdur. Bunu da çıxdım. Sonrakı gəncimiz 1980, 1981, 1986, 1988. İkinci ən gəncimiz 1988-dir, yəni 9. 9-un da övladı yoxdur. Bunu da atdım. Sonra qaldı ən gənci 1986 qaldı, düzdür? Baxın, hə, 1986, yəni 8. 8-in də övladı yoxdur. Nə oldu? Sonrakı gəncimiz 1980, 81, 66. 1981, yəni 6 aidilidir. 6 aidiliyin bir dənə övladı var. Bizə 2 dənə lazımdır. Qaldı 1980, yəni 4 aidili. 4 aidilinin hə 2 dənə övladı var. Onda 1980-dir. İbadova 0, cavab A variantı. Bəli. Nədir? X, Y-in cəmini onluq say sistemində müəyyən edir. Bu şərtini ödəyən. Baxın, test çevirəm. Çevirməm onluğa. Niyə çevirim ki? 8-likdən çevirim 2-liyə də. 4, 2, 1 var da. Gəlib 4 üçün, 2 üçün deyəcəm. Nədir? 2 üçün 0, 1, 0-dır. 0 üçün 3 dənə 0 yazaram. 7 üçün 3 dənə 1 yazaram. 4 üçün də 1, 0, 0 yazaram. İndi bunu 4-4 ayıranda 2, 2, 4, 4-4 ayıranda. Bu olacaq 8, 4, 2, 1-ə əsas 8 ilə 4, yəni 12 bura olacaq. Ən birinci hissədə olacaq 4. Bizdən də x ən birinci hissə, yəni bura x-dir, burada y-dir. 12 ilə 4-ün cəmi 16 olmuş olacaq. Keçdim 81. Python-da yazılmış proqramın nəticəsini müəyyən edin. S 0-dan böyük olduğu müddətcə S-dən 10 çıxır, n-in üstünə 2 gəlir. İndi 301-dən x sayda 10 çıxandan sonra kiçik bərabər olur 0-dan. Düzdür? Yəni, bunu rahatlıqla görə bilirəm ki, 30-dən 10 çıxsa 300 çıxmış olacaq. 31 dəfə işləyir də dövrüm. Dövrüm 31 dəfə işləyirsə, n-in də üstünə 31 dəfə 2 gələcək, yəni 32 gələcək, 62 gələcək, cavabım olacaq D variantı. N-də 0-da ilkin qiymət. Keçdim bura, təhlil sualına. Nədir? Kiçik bir şəhərdə yaşayan dostlar İbad, Paşa, Sadiq, Qasım və Araz müxtəlif peşə sahibləridir. Rəngsaz, Silingar, Dülgər,
Bənna. Yazıram bura. İbad. Sonra kimdir? Paşa. Sadiq. Qasım Araz. Araz. Rəngsaz Silingər Dülgər. Rəng. Saz. Silingər. Silingər. Dülgər. Dülgər. Elektrik. Nəsə yazıram sıxsın. Bənna. Bu da olsun bu. İndi baxın. Nə deyir? Dostlardan yaşca ən kiçik olan Sadiqdir. Yaşca ən kiçik Sadiqdir. Yazıram 1. Paşa və Qasım əllərində heç vaxt rəngsaz fırsası tutmayıblar. Rəngsaz fırsası tutmayıblar. Paşa və Sadiq. Əla. İbad və Qasım çoxdan idi ki, Çilingərlə görüşmürdülər. İbad Qasım, Çilingər deyil. İbad Qasım, Çilingər deyil. Əla. Paşa özündən yaşca böyük olan elektriklə, Paşa elektriklə və İbadla bir evdə yaşayır. Paşa və İbad elektrik deyil. Paşa və İbad elektrik deyil. Bura gələn minus Paşaya. İbada da gələn minus. Yox, bizə bu Paşaya olmadı, biraz yuxarı qoyun. İbada deməli elektrikə minus qoydum, Paşaya minus qoydum. Plus, baxın, Paşa özündən yaşca böyük olan elektriklər və İbadla bir evdə yaşayırsa, deməli bu elektrikdə Sadiq ola bilməz də. Sadiq yaşca ən kiçikdir axı. Düzdür. İbad və Sadiq hər bazar günü Dülgər və Rəngsazla futbol oynayır. İbadla Sadiq Dülgərlə Rəngsazla futbol oynayır. Sadiq Rəngsaz deyil, Dülgər də. Artıq kim çıxdı? İbad çıxdı. Minus. Sonra İbadı tapdıq. Az hər gün Dülgər, bir dənə mən də buradan xəttləri çəkmək istəyirəm ki, görüm artıq hara nə yazmışam. Deməli, buradan bunu çəkdim, 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 buradan da bunu çəkdim. Əla. Artıq görürəm ki, Sadiq avtomatik Çilingər olmalıdır. Buralara minusu yazıram. Sadiq Çilingər oldusa, avtomatik Paşa Dülgər olmalı olacaq. Çünki başqa heç kim ola bilmir. Paşa Dülgər oldu. Əla. Nə qaldı? Qaldı elektrik. Bizdən elektrikin kim olduğunu soruşur. Ya Qasımdır, ya Arazdır. Görək indi hansı haqqında nə deyilmişdi? 2 ildir ki, Çilingər, İbad və Qasım çoxdandır ki, gəl bir dənə indi başdan baxaq. Nəyi qeyd eləmədik biz, onu bir dənə təyin edək. Sadiq hər bir futbol oynayırlar. İbad və Sadiq hər bazar günü Dülgər və Rəngsazla futbol oynayırlar. İbad və Qasım çoxdan idi ki, Çilingərlə görüşmürdülər. Deməli, baxın, burada İbad və Qasım çoxdan idi ki, Çilingərlə görüşmürlər. İbad və Sadiqdəki Dülgər və Rəngsazla futbol oynayırlar. Dülgər və Rəngsaz ola bilməz Qasım. Düzdür? Niyə? İbadla Qasım çoxdandır ki, Çilingərlə görüşmürdülərsə. Çilingərlə çoxdandırsa görüşmürdülər. Düzdür? Çilingər də kimdir? Sadiqdir. Düzdür? Sadiq Çilingər. Yəni Sadiqlə görüşmürlər. İbadla Qasım Sadiqlə çoxdandır görüşmürdülər. Necə oldu ki bu? Burada nəsə düz olmadı. Çünki İbad və Qasım çoxdan idi ki, Sadiqlə görüşmürdülərsə, necə hər bazar günü necə İbadla Sadiq hər bazar günü Dülgər və Rəngsazla futbol oynayırlar ki? Bunun olma ehtimalı varmı? Məncə mən bu sualdan şübhələndim deyə götürüb atıb Word-də bir dənə bu sualı analiz eləyək, görək burada nəsə bir xəta yoxdurmu? Yəni baxaq.
Deməli, bunu ayırdım iki sütuna, bunu attım bura. Gəlirəm, buradan da bir dənə. Deməli, neçə idi? Neçə nəfər? 2, 1, 2, 3, 4, 5 nəfər var, 5 nəfər var. Mən də gəlirəm 6 ilə 6-ya bir dənə cədvəl çəkirəm ki, 5 nəfər ora sığdırım. Yaxınlaşdırdım. Burada İbad. İbad. Paşa. Paşa. Sadiq. Qasım. Araz. Burada Rəngsaz. Burada Çilingər. Siz yazıram qalsın. Burada da yazıram elektrik, bənna, bərbəri. Bunu da biraz böyütdüm. Əla. Əla. Başladım təzədən. Ən kiçik yaşda Sadiqdir. Sadiqə bayaq 1 yazmışdım, yenə 1 yazdım. Paşa və Qasım əllərində heç vaxt rəngsaz fırçası tutmayıblar. Paşa ilə Qasıma minus qoydum. İbad və Qasım çoxdan idi ki, Çilingərlə görüşmürdülər. İbadla Qasım Çilingərlə görüşmürlər. Sonra Paşa özündən yaşca böyük olan elektrik və İbadla bir evdə yaşayır. Paşa elektrik, İbad və Paşa elektriklə bir evdə yaşayır. Elektrik bunlardan yaşca, özündən böyük olan elektrik və İbadla. Sadiq ən kiçikdirsə, Sadiq var dedi ki, elektrik ola bilməz. Sonra indi baxın, İbad və Sadiq hər bazar günü Dülgər və Rəngsazla futbol oynarlar. İbadla Sadiq, Dülgər və Rəngsazla futbol oynayırlar. Dülgərlə Rəngsazla futbol oynayırlar. Avtomatik buradan Araz çıxdı. Arazın kim olduğunu tapdıq. Arazı müəyyən eləyəcəyik. Araz müəyyən oldu, Bərbəri müəyyən elədik. Bərbər müəyyən oldu, gəldik Sadiqi müəyyən elədik. Sadiq müəyyən oldu, gəlib Paşanı da müəyyən elədik. Paşa müəyyən oldu, burada Qasımda elektrik müəyyən elədik. Əla. Biz tapdıq Qasım elektrik. Burada heç bir problem yoxdur. İndi mən bir şeyi analiz etmək istəyirəm nəyi? Çilingəri kim tapdım? Çilingəri. Sadiq. Düzü, bayağı da o tapmışdım da. İbad və Qasım çoxdan idi ki, Sadiqlə görüşmürdülərsə. Necə olur ki, İbad və Sadiq hər bazar günü Dülgər və Rəngsazla futbol oynayırlar? Bir ziddiyyət yarandı. İndi yaxşı, çoxdandır sözü onda bu bir gün, nə bilim 15 saat, 45 saat yatda da belə çıxır ki, buradan belə çıxır. Sonra Paşa və özündən yaşca böyük olan elektriklə və İbadla bir evdə yaşayır. Paşa elektrik, yəni elektrik kimi idi? İbadla, Paşa İbadla, elektriklə və İbadla bir evdə yaşayır. Bir dəqiqə. Elektrik kimdir? Elektrik kimdir? Görmürəm. Qasımla. Qasım və İbadla bir evdə yaşayır. Paşa Qasım və İbadla bir evdə yaşayır. Burada heç bir problem yoxdur. Ha, burada problem. Bir dənə ziddiyyət burada var. Elə bu məni çaşdırdı. Heç nə. Yəqin ki, heç ona baxmayıblar, cavab çıxır deyə. Belə, davam edək, amma biz baxırıq. Alqoritm nəticəsini müəyyən edin. Eləyək. Əla, qəşəng. Burada cədvəlimizi biz də çəkirik. N, dövr daxilində hansı dəyişənlər dəyişir? N, SNK, düzü. Birinci S dəyişir. Birinci S yazacağım. S, sonra N, sonra K. İndi baxın. N-K, N-K 6-dan kiçik olduğu müddətcə davam eləyəcəm. İlkin qiymətləri S0-dır, M1-dir, K 6-dır, düzü. Davam başlayan kimi nə inir? S-in üstünə M vur K-nın 6-nı gəldi, S oldu 6. M1 varid artdı 2, K1 varid artdı 5. Deməli, 5 minus 2, 3 kiçikdir deyə, bunların hasili 10, 16 oldu bu. Bu artdı oldu 3, bu azaldı oldu 4. 2-dir, bəli, davam edir. Bunların hasili 12, bunun üstünə 12 gəldi 28, bu artdı oldu 4, bu azaldı oldu 3. M-K kiçikdirmi? Bəli. Gəlirəm, 3, 12, yenə 3, 0, 4. 28-in üstünə 12 gəldim, elədim neçə? 40, bu oldu 5, bu oldu 2. 10 gəldim üstünə 50, bu oldu 6, bu oldu 1. 6 minus 1 hələ də ödəyir. 6 ilə 1-in hasili 6, 56. 56. 6-dan 6 artdı oldu 7, bu artdı oldu 0. 7 minus
0 artıq bu şərti ödəmir dediyi anda S-in son qiyməti 56. Yaxşı, dostumuz niyə bura 54 yazıb? Bir daha baxım. Niyə? 2 vur 5, 10 gələcək üstünə, 3 vur 4, 12 gələcək üstünə, sonra bir dənə də 12 gələcək, bir dənə 10 gələcək, 4 gələcək, bizdə də 5 vur 2 gələndən sonra burada diqqətsiz edib, azaldıb, sonra təzədən artırıb. Cədvələ əsasən həcmi ən kiçik və ən böyük olan səs fayllarının 4 kilobaytlıq klasterə malik listədəki yerlərinin cəmi neçə kibaytdır? Əla. Biz burada ilk təyin eləməli olduğumuz şey odur ki, səs fayl uzantıları hansılardır? Mən hər belə deyim, dərs prosesində, dərsdə deyirəm ki, bunu uzantıları mütləq bilməlisiniz. Səs fayl uzantıları WAV, MP3, AAW, sonra AIF, MIDI. Deməli, buradan WAV görürəm, MIDI görürəm, MP3 görürəm, başqa da görmürəm. Səs fayl uzantıları bunlardır. İndi nə edirdik? Cədvəl həcmi ən kiçik və ən böyük olan səs fayllarının. Həcmi ən kiçik hansıdır? Həcmi ən kiçik olan, deməli, bu neçədir? 2048 vur 10, 210 vurulsun, 211 vurulsun 10'dur. Bu da ki 20 küp eləyir. 20 küp eləyir. Bu 2000 bunların arasında bir dənə baxanda, mən görürəm ki, rahatlıqla bundan böyükdür. Bu 20 tamı keçəcək də, 20-dən kiçik olur. Bu da 20-ni keçib, ən kiçik onda budur. Ən kiçik ilə 20 kubluqdur. Sonra digəri. İndi ən böyüyünü tapmalıyam, düzdür? Ən böyüyünü tapmaq üçün bu neçədir? 21504, düzdür? 21504 21504 əslində bölünür 1024-ə. 2 dənə çıxdın, 21 eləyir. Yəni bu elə 21 ki budur, düzgündür, əla. Ən böyük, ən kiçik bu da, ən böyük də budur da, düzdür? Ən böyük də 21 kubluqdur. İndi diskdəki yerlərinin cəmini müəyyən edin. 4 kibaytlıq klasterdə bu elə 20 tutacaq. Bu 4 kibaytlıq klasterlərdə 24 tutacaq. Ümumi eləyəcək 44 kubluq. Neynəmsən? Keçdim. Proqram icrası nəticəsində 19 ədədinin çapa verilməsi üçün daxil edə biləcək ən kiçik natural qiyməti müəyyən edin. Bunun 19 olması üçün. Yəni, baxaq. Bu nədir? Est. Yəni, tək rəqəmlərin cəmidir. Düzdür? Tək rəqəmləri daxil edə biləcək ən kiçik qiymət. Tək rəqəmlərin cəmi 19 olan ən kiçik ədəd. Plusda. Ədədin rəqəmləri 4-8 parçasında ola bilər. 4-8 parçasında olmalıdır. Çünki 4-8 parçasında olmasa rəqəmlər dayanacaq dövr dayanacaq. 4-8 parçasında mən əgər ki gəlsəm sürətli şəkildə əldə eləmək istəsəm 19-u tək rəqəmlərdən 7, ən böyük 7 qoydum 14, bir dənə də 5 qoyaram, 5, 7, 19 verər mənə tez. Yəni, ən kiçik əldə eləyə biləcəyim budur. Təklər girir, çünki ora belə. Heç nə, 3 rəqəmli ədəddir 577. Məsələn, 577 üçün 7 4-dən böyük bərabər 9-dan kiçik bərabər cəmi əlavə elədi. Sonra bu sildi. Bu 7 böyük bərabər cəmi əlavə elədi. Sonra sildi. 5 bu şərti ödəyəcək cəmi əlavə elədi, dayandı, cəmdə 19 oldu. Belə. Sonra 86. Python-da yazılmış proqramın nəticəsini müəyyən edin. Eləyək. Deməli, i dəyişir 1.9 parçasında. Bunu da götürdüm, belə elədim. Neynir? i-nin tək qiymətlərin 2 misli, cüt qiymətlərin isə 2 mislindən bir vahid az versiyasını əlavə eləyir. Heç nə, gəl eləyək. Tək qiymətlərin 2 misli. i-nin qiymətləri budda, düzdür? Belə gedir də. Deməli, 1-in yerinə atacaq 2, 2-nin yerinə atacaq 3. Yəni 2 mislindən bir vahid az. 3-ün yerinə atacaq 6, 4-ün yerinə atacaq 8 minus 1, 7, 5-in yerinə 10. 6-nın yerinə atacaq 6 vur ki, 12, 11. 7-nin yerinə
təkdir də, düzdür. 7-nin yerinə 14 atacaq, 8-in yerinə 15 atacaq, 9-un yerinə 18 atacaq. Bunları atacaq. Və burada bir dənə diqqətli olaq. Hə, i1-dən başlayır bu vahid artıq i-nin qiymətləri budur. Hər dəfə i-1-ci indeksdəki elementin 3-ə bölünməsinə alınan qalıq təkdir. Yəni hər dəfə əlavə elədiyi elementdir bu. Əlavə elədiyi element. Tək olsa, həmən elementi sıfırlayacaq. i1 olanda 0-cı indeks, 0-cı indeksdə zaten bu var. i2 olanda 1-ci indeks, 1-ci indeksə elə ikinci əlavə elədiyi olacaq. Yəni 3-ə bölünməsinə alınan qalıq 1 olanları sıfırlayacaq. 3-ə bölünməsinə alınan qalıq 1-dir, 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 sıfırladı. 3-ə bölünməsinə alınan qalıq 10-da 1-dir, sıfırladı. 3-ə bölünməsindən alınan qalıq, bunu belə xətt çəkim üstündən. Sonra 3-ə bölünməsinə alınan qalıq 13-də var idi, bir də 16-da olar, yoxdur. Bunların ikisini sıfırladı. Qalanların cəmliyi 2, 3, 6, 11, 14, 15, bu da 18. Cəmləsəm bunların ikisi 20, 25, 30, 40, 58, bu da 11, 58, 11, 69 olacaq bizim doğru cavabımız bu sual üçün. Belə, davam. Uyğunluğu müəyyən edin. Hanı uyğunluq? Hə, bu 1. Deməli, burada 80, bu da 120-dir. Burada 140-la neçədə 60-dır. 140-la 60-dır. Deməli, birinci hissəsi 40%, ikinci hissəsi, bu gedəcək 1-ə. Çünki 2-yə vuranda 80 ilə 120 olur, 80, 120, 1-ə getdi. Bura baxıram, 70-lə 30. 70-lə 30. 2-yə vursam bu gedəcək B-yə, yəni 140-la 60 olacaq, yəni buradakı. Sonra baxıram bura, 80 ilə 120 C. 80 ilə 120 məndə var idi, bu gedəcək bura C. Bura baxıram, 120 ilə 80, 120 ilə 80 deyə bir şeyim yoxdur. Baxıram Y-yə, bu neçədir? 60-dır, səhv eləmirəmsə, bu da 140-dır. Düz görürəm, yoxsa yox. Ümid edirəm, yəqin ki, düz görürəm də, 60 ilə 140-dır. Bu da yoxdur məndə. İndi baxın, burada əslində belə bir sual yaranır ki, mənim 60, 140, bu 140, 60-dır. Bunun yerini hardan biləcəyik? Əslində biz bir qayda olaraq həmişə deyirik ki, Excel-də nəyisə oxuyanda soldan sağa doğru oxuyuruq, fərq yoxdur. Baxın, 60 deyə 140 deyə bir qiymətlər yazıram bura. 140. Baxın, bunları seçib diaqram əlavə eləyəndə, birinci başlayım dairəvi diaqram. Dairəvi diaqramı əlavə eləsəz, deyirik ki, tən ortadan başlayıb saat əqrəbi istiqamətində baxacaq. Yəni, baxın, bu diaqramda görməli olur, yaşıl hissə biləcəyik ki, 60-dır. Yəni, bu bir qayda olaraq belədir. İndi sütunlu diaqramda nə baş verir? Sütunlu diaqramda, gəl bunu, oradakı versiyasını ataq. Sütunlu diaqramda nə baş verir? Fikir verin. Biz soldan sağa doğru oxumaq üzrə, yəni bu soldan sağa doğru olan bir diaqramdır da, düzdür? Artıq sütunlu, buna deyirik biz, riyaziyyatdakı adını unutdum. Nəsə, bu diaqramlarda söhbət dəyişir. Buradan çünki soldan sağa ardıcıllıq yoxdur. Ona görə sütun üzrə nə qədər sətir artırsan, bu aşağıdan yuxarıya doğru. Bax, burada indi nömrələnmə var. Burada o nömrələnmə silib. Burada da 1-2 var, verməyib. Amma verməsə belə mən bilirəm ki, bu aşağıdan yuxarı olacaq. Yəni, bu 140-60-dır deyə mən bunu da götürəcəm. Məsələn, bu tip diaqramlarda bir soldan sağa oxuyuram. Bura birinci, bura ikincidir. Bilirəm 120-80, 120-80 yoxdur. Bu formada. Başqa yox idi. Davam elədim. Keçdim son 3 sualımıza. Baxaq. Birinci blok semdir. Birinci blok semdir, Python imiş. Açdım payçarımı. Deyir, sətirlərdən ibarət verilmiş S nə? Sətirə deyər də yəqin ki. Sətirlərdən ibarət verilmiş S siyahısının yalnız rəqəm simvollardan ibarət elementləri ekrana İndi burada izah eləməyib. Yəqin ki, demək istəyir ki, girişə verilir, sətirlərdən ibarətdir. Yəqin boşluqlarla ayrılır və istəsən, əslində burada girişə verilmişdir. Yəqin girişə verilmiş deməyib. Əslində gəlib götürsən belə bir list içində nələrsə olsa, onun üstündə işləsən, o da əslində düz sayılır. İndi biz input split eləyək, üstündən gedək də. Input.split eləyək, gedək. Nədir?
Yalnız rəqəm simvollarından ibarət elementlərini ekrana çıxaram. Ancaq rəqəm olmalıdır bunun içində. Əla. Ancaq rəqəm olmalıdırsa, nə baş verir? Baxın, belə bir şey eləyəcəm. For x in s. Hər bir sözün hər bir sətri götürdüm. Hər bir sətr üçün sayacağam. Nəyi? Rəqəm simvollarını. Deyəcəm for i in x. If i rəqəm simvoludursa, yəni 0-dan böyük 9-dan kiçiyinəm, is digit, nə bilim, in rəqəm. Fərq yoxdur, hansını yazırsınız, yazın. Rəqəm simvoludursa c-ni bir vayda artıracam. Rəqəm simvollarını saydım. Düzdür, birinci dövrdə. Dövr bitəndən sonra, əgər bu rəqəm simvollarının sayı opşi x-in uzunluğuna bərabərdirsə, deməli x elə özü rəqəm simvollarından ibarətdir. Yalnız rəqəm simvollarından ibarətdir. Onda print eləyəcəm x-i. Yəni bunu bu formada yanaşa bilərik. Belə. Bu ilk sualımız. Növbəti suala baxım görüm. Klaviaturadan natural n ədədi və aralarında bir boşluq işarəsi olmaqla müxtəlif natural ədədlərdən ibarət n sayda sətr daxil edilir. Hər bir sətirdəki minimum ədədin eyni sıra nömrəsinə malik olduğunu yoxlayan. Gəlin baxaq. Hər sətirdəki, birinci n istəyirəm. Int input. Sonra nə etməliyəm? Sonra hər sətirdəki minimum ədəd. Onda mən gəlib ilk olaraq birinci sətirdəki minimum ədədin sıra nömrəsini tapım. Digər sətirlərdəki sıra nömrələrindən eyni olmalıdır. Onda məcburdur. Yaxşı. Buna məcburdursa. Hətta belə bir şey də eləyə bilər. Bir dənə boş siyahı götürürəm. For i in range n deyirəm. Gəlirəm, sətri istəyirəm inputuna. Input. Bunu split eləyirəm. İndi bundakı minimumun sıra nömrəsini tapmaq istəyirəmsə. Minimuma ilkin qiymət götürürüm bir dənə. Elə A-nın 0-cı indeksindəki minimuma ilkin qiymət götürürüm. Başlayıram for x in a. If əgər int formasına baxmalıyam. Int x kiçik isə int m-dən, onda m-ə mənimsədirəm x-i. Yəni, əla. Bu dövr bitəndən sonra bunun sıra nömrəsini rahatlıqla tapa bilərəm. Deyərəm ki, a nöqtə indeks m. Çünki fərqli natural ədədlərdir də, düzdür. Sıra nömrəsini tapdım, əlavə eləyirəm ls. ls append eləyirəm ls. ls append eləyirəm s. Hamısının sıra nömrəsi, hamısındakı minimumların sıra nömrəsini tapıb ls əlavə eləyəcəm. Nə olmalıdır? Ls'in uzunluğu ls.count ls0. Yəni ilk simvolun ls-dəki sayı ls'in opşi uzunluğuna bərabər olmalıdır. Yəni bütün elementlər eyni olmalıdır. Onda print yes. Else-sində də print no deyə bilərəm. Bu formada run vurdım. Giriş nümunə verək. Nədir? 3. Deməli 3 15 27 31 9 15 27 31 9 20 11 2 1 20 11 2 1 sonra 9 10 9 10 15 8. Bu üçün yes-dir. Bir dənə də run elədim. 2 dənə şey nədir? 10 15 10 15 30 25 111 iddia deyirsən. Bəli. Bu üçündən no demiş oldu. Çünki hamısı eyni formada olmayacaq. Bu formada. Davam eləyək. Burada. Bu blok semdürcək. Deyir nə? Girişə n böyükdür 3 sayda natural ədəd verilir. Bu ədədlərdən özündən əvvəl daxil edilmiş son 2 ədədin ədədi ortasından böyük olanların cəmini sapı verin. Birinci gələm. Burada n istəyirəm. N də nədədir? Düzdür, bunları birləşdirək. N istəyəndən sonra yanında da ilk 2 ədəd istəyirəm. A, B formasında. Çünki ilk 2 ədədin özündən əvvəlki zaten 2 ədədi yoxdur. Onlar özündən əvvəlki 2 ədədin ədədi ortasından son 2 ədədin ədədi ortasından böyük olma ehtimalları yoxdur. Düzdür. Gələm burada ilk ədədi ortamı hesablayacağım. Gələm bir dənə i başladıram. İlk ikisini daxil elədim. Dövr içində 3-cüdən başlayacağam. Cəmin soruşur. Cəm 0. Bir dənə ədədi orta tapıram. A plus B bölünsün 2 formasında. Hətta ədədi orta burada tapmır. Burada tapmır. Qalsın. Dövr içində tapacam. i kiçik bərabərdir n olduğu müddətcə, həsində gəlirəm, nə edirəm? Yeni ədəd daxil edirəm x. X nə olmalıdır? X
Böyük olmalıdır. Böyük olmalıdır. Böyük bərabər yox, böyük olmalıdır. A plus B böl 2-dən. A-la B-nin ədəd ortasına. Bu şərt ödənirsə həsində. Mən cəmi əlavə edəcəm, cəm plus x. İndi baxın. AB mənim ilk 2 ədədim idi, düzdür? Yoxunda da belə davam edəcəm. AB ilk 2 ədədim idi. X yeni ədəd oldu. İndi A, B, B-də x-in qiymətini almalıdır, düzdür? A-ya mənimsətməliyəm B-ni, davamında B-yə mənimsətməliyəm x-i. Çünki növbəti 2-dən sıra ilə getsin də. Sonra bunlar dəyişəcək, belə-belə getsin. İndi burada da i-ni bir dənə artırmalıyam. i-yə mənimsətməliyəm i plus 1. Burada bura birləşdirdim. Yoxunda da artıq cəmi çıxışa verə bilərəm. Yox, c-ni çıxışa verdim. Bu da oldu biz üçün 90-cı sualımızın həlli. Bugünlük bu qədər. Növbəti videolarda görüşərik.